Salam, hər vaxtınız xeyir. Bugün sizə informatika nəsil anlayışları mövzusunun izahını verəcəm. Bu mövzunun həm Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi test toplusundan, həm də Güvən Nəşriyyatının test toplusunda olan testlərin izahı kanalda var. Deməli, nədir informatika nəsil anlayışları? İnformatika nəsil anlayışları verilən informasiya və bilik anlayışlarıdır. Sıralamada elə bu cürdür. Birinci verilən anlayışı, sonra informasiya, sonra bilik anlayışı. Bəzi ədəbiyyatlarda bu sözlər bir-birinə yeni istifadə oluna bilirlər. Amma hər bir əslində ayrı bir məna daşıyır. Nədir verilən? Verilən mənası olan və ya olmayan simvollar yığınıdır. Hal-hazırda bu ekranda gördüyünüz hər şey özlüyündə veriləndir. Əgər bu verilənin bir mənası varsa, bu veriləndən nəsə biz anlaya biliriksə, bu artıq informasiyadır həm də. Bu informasiyanı biz istifadə edərək bir qərar qəbul edirik, bir addım atırıqsa, bu artıq olur bilik. Deməli, burada hər şey, yazılan hər şey, şəkillər, rəqəmlər, hərflər özlüyündə veriləndir. Mən oxuyub bunları anlayıram, başa düşürəm ki, burada nə yazılıb. Bu olur informasiya. Bir testin həllində, bir tapşırığın cavabında artıq mən bu informasiyanı istifadə edərək variant seçirəm, cavab yazıram. Bu artıq olur bilik. Deməli, verilən mənası olan və yaxud da olmayan yazılardır, simvollardır. Şəkillər ola bilər, səs ola bilər, ədəd ola bilər, mətn ola bilər dedik. İnformasiya isə anlaşıqlıdır, mənalıdır, hər hansısa bir qərar verməyə kömək eləyir. Bilik nə oldu? Bilik isə artıq nəticədə qərar vermədə istifadə olunur. Deməli, sonra keçirik informasiyanın xassələrinə. İnformasiyanın xassələri informasiyanın keyfiyyətini təyin edən xüsusiyyətlərdir. Xassə deyəndə bəzən uşaqlar xassə ilə, proseslə, növlə bunların hamısını qarışdırır. Xassə nədir? Xassə nəyinsə necəliyini bildirən bir şeydir. Düzdür, bir şeyin xassəsi onun necəliyini bildirir. Deməli, burada biz necəlikdən danışacağıq. İnformasiyanın xassələri nələrdir? Obyektivlik, adekvatlıq, tamlıq, dəqiqlik, aktuallıq, qiymətlilik, etibarlılıq, faydalılıq və s. Nədir obyektivlik? Obyektivlik xassəsi onu bildirir ki, informasiya heç kəsin fikir və mühakiməsinin asılı deyilsə, bu obyektiv informasiya hesab olunur. Məsələn, deyirəm, hava istidir. Bu obyektiv informasiya deyil. Mənə görə isti olan havada kimsə üşüyə bilər, kimsə sərin gələ bilər. Amma biz baxsaq ki, hava proqnozunda yazılıb, hava bugün 17 dərəcədir. Havanın 17 dərəcə olmağı artıq obyektivdir. Fərqi yoxdur, mən üşüyürəm, kimsə istilənir. Deməli, obyektivlik o oldu ki, heç kəsin şəxsi fikir və mühakiməsinin asılı deyil. Yəni, subyektiv fikir deyil, obyektivdir. Sən üşüdün, mən istəyənin fərqi yoxdur, hava 17 dərəcədir. Əsasən obyektivlik ölçümlərlə göstərilən informasiyadır. Məsəl üçün, desəm ki, filan kəs çox uzun oğlan deyə, boyu çox uzundur. Mənə görə uzun boylu oğlan, başqasına görə deyir ki, onun da boyu qısa deyə mənimkindən. Bu görəcəlidir. Deyəm ki, çox gözəl qızdır. Başqası deyir ki, belə də görəcəlidir. Amma desəm ki, oğlanın boyu 1.90-dır, tutaq ki. Bu artıq ölçülmüş metrə ilə 1.90-dır. Bu artıq ölçmə əsaslanır. Bu obyektivdir. Fərqi yoxdur. Mənə görə çox uzun boylu oğlandır. Başqasına görə çox balaca boyu oğlandır. Bu oldu obyektivlik xassəsi. Adekvatlıq nədir? Adekvatlıq verilən informasiya istifadəçinin məqsədinə uyğun olmalıdır. Onun ehtiyacını qarşılamalıdır. Məsəl üçün, biz dərs cədvəli qururuq. Həmin dərs cədvəli tələbənin gününü və ya həftəsini planlaşdırması üçün lazımdır. Düzdürmü? O həmin işini yarayır. Deməli, hər hansı bir dərs cədvəli tələbə üçün onun həftəsini planlaşdırmağı üçün adekvatdır. Nədir tamlıq? Tamlığın açar sözü uşaqlar kifayət qədərdir. Adətən kifayət qədərlə verilir suallarda. Hər hansısa bir məsələnin həlli üçün bizə kifayət qədər informasiyanın olmağı informasiyanın tamlıq xassəsidir. Yəni, mənim bir qərar qəbul etməyim üçün, bir informasiyanın, bir işi həll etməyim üçün əlimdə olan, məndə olan informasiyanın kifayət qədər olmasıdır. Tamlıq. Deyəm ki, sabah dərsimiz var. Qoşularsınız. Qutardı, getdi. Bu tamlıqdır, yox. Sabah saat neçədə dərsimiz var. Tam deməmişəm, düzdür? Sonra, yəni informasiyanı əksik vermişəm. Sabah sənin durub dərsə qoşulmağın üçün mən sən tam kifayət qədər informasiya verməmişəm ki, sən biləsən ki, sabah saat neçədə dərsə qoşulacam. Bu oldu tamlıq xassəsi. Dəqiqlik isə informasiyanın səhvsiz, düzgün ölçülmüş, dəqiq ifadə olunmuş formasıdır. Məsələn, mən telefon nömrəmi verəndə çaşıb hansısa bir nömrənin oraya səhv rəqəmi səhv verməyim artıq dəqiqliyi pozmuş olur. Bəzən dəqiqliyin xassəsini tərifini bu cürə deyirlər ki, siqnalların vaxtında ötürülməsi informasiyanın dəqiqlik xassəsini bildirir. Bu da o dəqiqlik. Aktuallıq nədir? Bəzən aktuallıqla qiymətlilik səhv
sala bilirlər uşaqlar. Aktuallıq odur ki, informasiya cari zamanda, yəni indiki vaxta aiddir, uyğundur. Yəni o köhnə informasiya deyil, hələ də lazımlıdır, hələ də var, hələ də istifadə olunur. Qiymətlilik isə informasiyanın həmin anda, yəni həmişə olmaya da bilər və ya həmişə yoxdur. Həmin anda indi lazımdır, indi var, indi istifadə edə bilirəm. Bu artıq nədir? Bu artıq qiymətlilik xassəsidir. Bunu mən informasiyadan kənar olaraq necə ayırd eləmək olar? Məsələn, düşürəm hansısa bir məhəlləyə, sağımda Oba market, solumda Al market, orada bazar store, orada nə bilim Araz market, hər yer marketdir. Yəni mənim üçün burada market olmağı zaten aktualdır. Çoxdur marketlər. Amma tutaq ki, mən bir rayon yolu gedirəm. Sağım çöllük, solum çöllük, magistral yolda gedirəm. Mənə market lazımdır, mağazin lazımdır, düzdürmü? Həmin anda nəsə ehtiyacımı ödəmək üçün tapdığım yol boyu bir səyyar satıcı ola bilər, ya balaca bir nə bilim köşk ola bilər. O mənim üçün artıq qiymətlidir həmin an üçün. Çünki həmin an lazım idi, həmin an çıxdı qabağıma. Normalda orada yoxdur. Magistral yolda qıradakı çöllüklər olur. O çöllüklərdə market olmağı, bir satış məntəqəsi olmağı aktual deyil, düzdürmü? Orada bir dənə var, artıq o qiymətlidir. Ancaq məhəllədə dediyim kimi hər yer marketdir. Zaten məhəllədə market olmağı, yaşayış məntəqəsində orada market olmağı aktualdır. Aktuallıqla qiymətliyin fərqi budur. Nədir etibarlılıq? Etibarlılığın tərifini necə deyərik? Etibarlı mənbələrdən əldə etdiyimiz və yaxud da ki, bir neçə müxtəlif mənbədən üst-üstə düşən informasiya etibarlı hesab olunur. Məsələn, dövlət qurumlarının, böyük şirkətlərin, rəsmi dövlət saytlarından aldığımız informasiya, bunlar etibarlı hesab olunur. Amma tutaq ki, TikToka girirsən, tutaq ki, deyir ki, nə bilim, məsəl üçün, cəbhədə müharibə başlayıb. Hansısa kimsə səhər durub yuxudan, bugün pis oyanıb, götürüb bir status yazıb. Bu etibarlı informasiya hesab olunmur. Amma tutaq ki, rəsmi saytlarda, nə bilim, Daxili İşlər Nazirliyinin saytında, MTN-də və s. yazılıbsa bu məlumat, artıq deməli bu etibarlı məlumatdır. Artıq biz bu informasiyanın etibarlılığına əminik. Və yaxud da ki, bir məsələ çıxır ortaya, bir qeybət çıxır ortaya. Həmin sözü mən də deyirəm, o da deyir, bu da deyir, başqası da deyir. Bir neçə nəfər eyni sözü, eyni informasiyanı verir. Bu da etibarlı informasiya hesab oluna bilər. Bu da oldu informasiyanın xassələri. Faydalılıq deyə bilər. Faydalılıq nədir? Əgər informasiya bizə hər hansısa bir məsələnin həllində kömək eləyirsə, onun bizim üçün hər hansısa bir yararı varsa, bu faydalı informasiya adlanır. Aydınlıq, anlaşıqlıq soruşa bilər. İnformasiyanın aydınlığı, anlaşıqlığı. İnformasiya onu qəbul edən tərəf üçün anlaşıqlı olmalıdır, aydın olmalıdır. Burada bu dəqiqə alman dili bilməyənlər üçün mən alman dilini dərs eləsəm, heç bir mənası olmayacaq. Onlar üçün aydın, anlaşıqlı olmayacaq. Bu artıq informasiyanın nə olacaq? Aydınlıq xassəsinin pozulması olacaq. Və yaxud da ki, mən bəzən çox sürətlə danışıram. İndi də özümü sıxmışam ki, çox sürətlə danışmayım. Mən çox sürətlə danışsam, indi nə olacaq? Anlaşılmayacaq. İnformasiyanın anlaşıqlıq, aydınlıq xassəsini pozmuş olacaq. Bu da oldu informasiyanın xassələri. İndi keçirik informasiyanın növlərinə. Nədir növlər? İnformasiyanın növləri bizim müxtəlif duyğu üzvlərimizlə, orqanlarımızla aldığımız informasiyanın növləridir. Ən çox biz informasiyanı alırıq nə? Gözümüzlə, vizual formada. İnformasiyanın 90%-ni, 90% civarında böyük bir hissəsini biz gözlə alırıq. Deməli, gözlə aldığımız informasiya deyirik vizual informasiya. Səslə aldığımız, daha doğrusu qulaqla aldığımız informasiya deyirik səs və ya audio informasiya, audio. Dilimizlə aldığımız informasiya daddır. Hansı informasiyanı? Şirindir, turşdur, duzludur, acıdır. Burnumuzla aldığımız informasiya nədir? Qoxu informasiyasıdır. Sonra toxunma, toxunaraq, dərimizlə, nə bilim, əlimizlə toxunaraq, hiss edərək aldığımız informasiya toxunmada taktildir. Sonra, bu da belə. Gələk informasiyanın formalarına. İnformasiyanın formaları iki cür olur. Formalar analog və rəqəmsal. Analog formanın bir adı kəsilməzdir. Analog və ya kəsilməz. Rəqəmsal deyilər rəqəmsal, diskret, digital, kodlaşdırılmış. Yaxşımı? Rəqəmsal, diskret, digital, kodlaşdırılmış. Bunların hamısını rəqəmsal sözünün yerinə verə bilərlər. Deməli, informasiyanın forması onun hansı formada təqdim olunmağıdır. Təqdim olunma üsulları ayrıdır. Təqdim olunma forması, informasiyanın özünün ümumi forması ayrıdır. Deməli, analog informasiya kəsilməz informasiyadır. Yəni, kəsilməz dəyişən qiymətlərindən ibarətdir. Rəqəmsal isə
ədədi dəyərlənib sıfırlarla birlərlə kodlaşdırılmış informasiya, daha da üstündə deyirəm ki, kodlaşdırılmış, digital, rəqəmsal, diskret, rəqəmsal ayrı-ayrı sıfırlardan, birlərdən ibarət olan deməli informasiya formasıdır. Kodlaşma nədir? Kodlaşdırma və yaxud da diskretləşdirmə, analog formadan rəqəmsal formaya keçməkdir. Sonra nə danışaq burada? Dedik ki, məsəl üçün, mən danışıram, eləmi? Mənim normal danışmağım, yağışın səsini eşitməyimiz, şimşəyin səsini eşitməyimiz, şailənin səsi, təbiətdən aldığımız səslər və s. Bunlar nələrdir? Bunlar təbiidir. Yəni, analog formada olan informasiyanın formasıdır. Amma tutaq ki, bir mahnı qulaq asırıq, kompüter daşındakı fayllardır, ondan sonra bu tip şeylər nədir? Deməli, rəqəmsaldır, digital formadadır. Sonra, rəqəmsal informasiyanı harada istifadə edirik? Kompüterdə, mobil telefonlarda, rəqəmsal fotolarda, videolarda, yaddaşlarda, internetdə, yəni rəqəmsal rabitədə. Ancaq analog harada olur? Real həyatda dediyimiz, eşitdiyimiz səslərdir. Təbiət səsləri misal üçün analoga aiddirlər. Sonra, informasiyanın təqdim edilmə üsulları. Təqdim edilmə üsulları isə informasiyanı alan tərəf üçün, qəbul edən tərəf üçün hansı formada ona təqdim edirik? Bu nəzərdə tutulur. Deməli, hansı formalarda verə bilərik təqdim edilmə üsulları deyək də, hansı formalarda təqdim edə bilərik informasiyanı? Mətn formasında yazılarla, sözlərlə, cümlələrlə, ədədi formada, rəqəmlərlə, ədədlərlə, qrafik formada, şəkil, cədvəl, diaqram, xəritə, sonra sxemlər və s. Sonra multimedia formasında mətn, səs, şəkil, video, animasiyanın qarşılığıdır multimedia deyəndə. Və deməli, təqdim edə bilərik. Və yaxud da ki, məntiqi kəmiyyətlərlə. Doğru, yanlış, hə, yox. Əgər onda məntiqi operatorlarla verilən informasiya məntiqi informasiyanın təqdim edilmə üsuludur. Dedik ki, məsələn, mən əlaqə nömrəmi verməyim. Nədir əlaqə nömrəmi verməyim? Ədədi informasiyadır, düzdür. Ancaq burada gördüyümüz nədir? Məsələn, burada gördüyümüz haradasa multimedia sayıla bilər. Siz həm mətn oxuyursunuz, həm şəkil görürsünüz, həm səs eşidirsiniz. Bu artıq bu slayda qulaq asmağınız sizin məntiqi, mənim sizə daha doğrusu multimedia formasını təqdim etməyimdir. Sonra, keçirik informasiya proseslərinə. Proses nə deməkdir? Bəs prosesdə bir hal, hərəkət bildirir. Düzdür, hərəkət bir şeydir. İnformasiya prosesləri, informasiyanın müxtəlif əməliyyatlarla toplanması, emalı, saxlanması və ötürülmə mərhələlərini əhatə edən bir fəaliyyət sistemidir. Nəyə görə deyirəm proses bir hərəkət bildirir? Çünki uşaqlardan xassələri soruşanda bəzən proseslərlə qarışdırırlar, proses deyəndə xassə deyilir. Yəni, bunlar ayrı mənalardır, düzdürmü? Bu mənaları elə belə əzbər, kör-körünə əzbərləməsək, anlasaq ki, bu nə deməkdir, onda bütün qaydalar normal yadımızda qalacaq. Deməli, dedik ki, informasiyanın toplanması, emalı, saxlanması, ötürülməsi xassələri var. Elə ardıcılıqda bu formadadır. Birinci informasiyanı toplayırıq, emal edirik, saxlayırıq və ötürürük. Bax, görə informasiyanın toplanması nə deməkdir? İnformasiyanın toplanması axtarmaq, araşdırmaq, öyrənmək, əzbərləmək, tədqiqat aparmaq, bunların hamısı informasiyanın toplanması prosesinə aiddir. Deməli, axtarmaq, araşdırmaq, tədqiqat aparmaq, əzbərləmək, öyrənmək, bunlar nə oldu? Toplanması mərhələsinə aiddir. Sonra gəlir informasiyanın emal olunması. İnformasiyanın emal olunması nədir? İnformasiyanın məzmunu olduğu kimi qalır. Məzmunla işimiz yoxdur. Ancaq informasiyanın forması, görünüşü dəyişir. Deməli, emalı nələrə aiddir? Misal məsələ həlli, tənlik həlli, qruplaşdırmaq, siyahıya salmaq, çeşidləmək, analiz eləmək, sonra bu tip deməli proseslər informasiyanın emalına aiddir. Toplama, ümumiyyətlə misal həlli, tənlik həlli, məsələ həlli, çeşidləmək, siyahılamaq, bir mətni bir dildən başqa dilə tərcümə eləmək, bu da emala aiddir. Bunlar informasiyanın emal prosesinə aid olan deməli proseslər oldu. Nədir informasiyanın saxlanması? İnformasiyanın saxlanması, informasiyanı deməli, yaddaş qurğularında, daşıyıcılarda saxlamaqdır, müəyyən müddət üçün saxlamaqdır. Nələrdən istifadə edirik? DVD disklər, CD disklər, flash kartlar, kağız, kitablar, dəftərlər, yaddaş qurğuları, xarici HDD tutaq ki, bunlar da informasiyanın saxlanması üçün istifadə olunan deməli vəsaitlərdir və informasiyanın saxlanması müəyyən müddətdə yaddaş qurğularında, yaddaş daşıyıcılarında informasiyanın saxlanmasıdır. Ötürülmə nədir bəs? Ötürülmə isə informasiyanın
bir mənbədən qəbul ediciyə ötürülməsi prosesidir. Hal-hazırda mən informasiya mənbəyiyəm. Siz informasiya qəbul edicisiniz, düzdür? Bu bizə mənim səsimi, fikrimi sizə çatdırmaq üçün istifadə etdiyim bu resursların hamısı isə rabitə kanalı rolunda çıxış edir. Oturmuşuq, qarşılıqlı söhbət edirik bir stolun arxasında. Mən danışıram. Mən təzə bir qeybət öyrənmişəm, onu deyirəm. Mən informasiya mənbəyiyəm. Mənim nitqim, danışığım rabitə kanalıdır. Dinləyici isə nədir? İnformasiya qəbul edicisidir. Biraz daha geniş baxanda tutaq ki, telefonla danışırıq deyək. Nə olmalıdır? İnformasiya mənbəyi, kodlaşdırıcı qrupu, rabitə kanalı, dekodlaşdırıcı, yəni kod açan qrupu, bir də mənbə olmalıdır. Telefonla danışıram, mən qeybəti mən ötürürəm, mən qeybət məndədir. Mən yenə informasiya mənbəyiyəm. Mənim telefonum mənim səsimi kodlaşdırır. Yəni mənim telefonum kodlaşdırıcı qrupudur. Danışırıq, tutaq ki, nə bilim, nömrə ilə danışırıq. Bu dalğa rabitə kanalıdır. Dinləyənin, yəni sizin telefonunuz olur kod açan qrupu. Yəni mənim göndərdiyim səsimin kodunu açır ki, siz məni eşidə bilirsiniz, düzdür? Yəni sizin telefon olur dekodlaşdırıcı qrupu. Dinləyici də olur nə? İnformasiyanı qəbul edən tərəf. Bu da oldu informasiyanın prosesləri. Dedik ki, axtarmaq, araşdırmaq, öyrənmək, əzbərləmək, məlumat toplamaq, tədqiqat aparmaq, nəyisə oxumaq. Bunlar olur informasiyanın toplaması prosesi. Misal məsələ həlli, tənlik həlli, sonra mətni bir dilindən başqa da tərcümə eləmək, çeşidləmək, siyahı yaratmaq, analiz eləmək. Bu olur informasiyanın emal prosesi. Yaddaş qruqlarında, yaddaş daşıyıcılarında, daşıyıcı qruqlarda disklərdir, ondan sonra flash kartdır, sərt diskdir misal üçün, kitabdır, dəftərdir, vərəqdir, papirus kağızdır, kətandır. Bunların hamısı nədir? İnformasiya daşıyıcısı üçün istifadə olunan vəsaitlərdir. Ötürülmə isə bir mənbədən qəbul ediciyə ötürülməsidir. Danışaq indi də biraz informasiya təhlükəsizliyindən. Burada biz virus, antivirus, biraz bunlara giriş edirik yüngülvari. Amma əsasən antiviruslar, viruslar olan adlarını, işləmə prinsiplərini və s. biz öyrənəcəyik software-də, proqram təminatında geniş keçəcəyik onsuz da. Deməli, informasiya təhlükəsizliyi, informasiyanın icazəsiz girişdən, istifadə olunmasından, dəyişdirilməsindən, məhv edilməsindən, icazəsiz yayılmasından qorunması üçün görülən tədbirlər sistemidir. Deməli, nədir? Dedik, informasiya təhlükəsizliyi, informasiyanın icazəsiz girişindən, istifadə olunmasından, dəyişdirilməsindən, məhv olunmasından, yayılmasından qorunması üçün görülən tədbirlər sistemidir. Kriptoqrafiya anlayışı var. Nədir kriptoqrafiya anlayışı? Kriptoqrafiya hər hansısa bir məlumatın, informasiyanın gizliliyini təmin etmək üçün onu şifrələmə metodudur. Şifrələmə və eyni zamanda şifrələrin açma elmidir, texnikasıdır. Deməli, burada bax test sualıdır. Simmetrik kriptoqrafiya var. Simmetrik kriptoqrafiya eyni açardan həm açmaq üçün, həm kilitləmək üçün istifadə olunur. Asimetrik kriptoqrafiyada isə açıq və qapalı açar ayrı olur. Sonra baxaq, əsas nələri var burada? Viruslar. Nədir viruslar? Kompüter proqramlarına və fayllara zərər vuran, onu işini sıradan çıxardan proqramlardır. Zərərli proqramlardır. Virusların növləri var. Fayl virusları var, yükləmə virusları var, makro var, şəbəkə var, troyanlar var, worm var və s. var. Neyinir? İstifadəçidən icazəsiz olaraq sistemə daxil olur. Nə bilim, öz-özünə faylları kopyalayır, silir, çoxaldır, dəyişdirir, ora-bura göndərə bilər, hər şey eləyə bilər. Ancaq virus kompüterə fiziki olaraq zərər vura bilmir. Bu da test sualıdır. Yəni, virus qaça-qaça gəlib bizim kompüterdən təpik vurmur, ekranını sındırmır, nə bilim, mausu götürüb birə çırpmır. Yəni, virus fiziki olaraq zərər vurmur. Proqram səviyyəsində zərər vura bilər. Virusa yoluxulmuş kompüter necə ola bilər? Dolmalar yaşana bilər, ekran öz-özünə sönə bilər, ekran öz-özünə açıla bilər, yersiz reklamlar çıxa bilər, fayllar birdən-birə çoxala bilər, hansısa fayllar silinə bilər, yoxa çıxa bilər, gizlədilə bilər. Sonra dedik, dolmalar yaşaya bilər dedik və s. kimi zərərlər vura bilər, ziyan vura bilər. Sonra antivirus nədir? Antivirus isə virusları aşkarlayan, zərərsizləşdirən, qarşısını alan proqramlardır. Yəni, bildiyimiz deməli, elə antivirus anlayışı. Antivirusların da növləri var. Daha geniş dediyim kimi proqram təminatına keçəcək bunları. Detektorlar var, fəqlər var, revizorlar var, vaksinlər var.
müfəttişlər var və s. Nə edir antiviruslar? Virus bazasındakı imzaları fayllarla müqayisə eləyir, şübhəli obyektləri aşkarlayır və təmizləyir. Sonra müəlliflik hüququ nədir bəs? Müəlliflik hüququ hər hansısa bir proqramın, mətnin, yəni hər hansısa bir əsər deyək, hər hansısa bir əsərin müəllifinə məxsus hüquqları qorunmasıdır. Müəlliflik hüququnun işarəsi belə C hərfidir, bir dairənin içərisində. Sonra biometrik informasiya nədir? Biometrik informasiya isə bizim biolojik özəlliklərimizin, xüsusiyyətlərimizin əsasında əldə olunan informasiyadır. Yəni burada sırf bizim biolojik, insani, yəni anatomik xüsusiyyətlərimizdən istifadə olunan informasiyadır. Məsəl üçün barmaq izimizdir, gözümüzün güzəllik qişasıdır, üzümüzdür, üzümüzün quruluşudur, ovcumuzun izidir, səsimizdir, nitqimizdir. Bunlar nədir? Bunlar bizim biometrik informasiyalarımızdır. Məsələn, FIN kod, fərdi identifikasiya nömrəsidir, nə bilim, iş nömrəsidir. Bunlar biometrik deyil. Bunlar dövlətimizə verdiyi rəqəmlər yığınında, simvollar yığınında. Bunlar bizim bioloji özəliyimizin nə aidiyyəti var? Amma barmaq izimiz, ovcumuzun izi, gözümüzün güzəllik qişası, nitqimiz, səsimiz, üzümüz, gözümüz, görüntümüz, bunlar bizim deməli nəyimizdir? Biometrik informasiyamızdır. Bu da belə uşaqlar. Bu dərs bu qədərdir. Əsas anlayışlar bunlardır. Ümid edirəm ki, işinizə yarayar, ümid edirəm ki, yadınızda qalar, ümid edirəm ki, izahım sizin üçün aydın və anlaşıqlı olar. Bilirsiniz ki, tələbələrim bilir, mən biraz çox sürətlə danışmağı sevənəm ki, yəni az vaxtda çoxlu informasiya verim. Ümid edirəm ki, buna rəğmən məni anladınız. Fikirlərinizi rəydə mütləq yazın, rəyləri bir-bir həmişə oxuyuram. Çox motivasiya alıram, çox həvəsli oluram. Çox sevinirəm ki, kimsə yararlandı, kiməsə kömək ola bildim. İnşallah ki, Allah hər birinizə kömək olsun, yolunuz açıq olsun. İnşallah hər biriniz yüksək nəticə ilə qaydasınız, Allah qoysa. Sağ olun.